Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində keçirilən aksiya zamanı tanınmış mama ginekoloqlar, tibb üzrə fəlsəfə doktorları Günay Xəlilova və İlham Qafarov tərəfindən müayinələr aparılır. Müayinələr zamanı pasientlərə tibbi məsləhətlər verilir, zəruri hallarda əlavə müalicə və müayinələrə yönləndirilir. Reproduktiv yaşda olan xanımların, qadınların sağlamlığı məqsədilə erkən diaqnostikası, müayinəsini aparırıq. Perinatal mərkəzdə yatışda olan, patologiya şöbəsində olan, ginekologiya şöbəsində olan xəstələrin konsilyumlarında iştirak edirik. Bacardığımız qədər və düşünürük ki, inşallah bu şeylər davam edəcək. Təşkil olunan aksiya sakinlər tərəfindən razılıqla qarşılanıb. İlk gündən etibarən onlarla qadın tibbi müayinədən yararlanıb. Təkcə ginekologiya üzrə deyil, bütün sahələr üzrə həkimlər Naxçıvan həkimlərinə kömək edərək xəstələrimizi müayinə edirlər. Bütün rayonlardan, o cümlədən Naxçıvan şəhərindən ginekoloji xidmətə ehtiyacı olan qadınlar cəlb olunur və bugün və sabah həkimlərimiz xəstə müayinələrini davam etdirəcəklər. Həkimlərimiz təkcə müayinələr deyil, o cümlədən bütün növ ginekoloji əməliyyatlar, o cümlədən laparoskopik əməliyyatlar icra edirlər və hamilələrin ehtiyacı olan bütün prosedurları həyata keçirdirlər. Buradan istifadə edərək Naxçıvanda yaşayan bütün qadınlarımızı, hamilələrimizi aksiyaya, ehtiyacı olan xəstələrimizi aksiyaya dəvət edirəm. Mənim qızım da nasaz olduğu üçün bunu da müayinə ediblər. Yəni gözəl nəticə almışıq. Mən çox təşəkkür edirəm. Aksiya mayın 14-nədək davam edəcək. Müayinələr hər gün saat 10:00-dan 15:00-dək Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində həyata keçirilir. Songül Vəliyeva, İlqar Məmmədov, NTV Xəbər.